Dünyada elə hadisələr var ki, onlar sadəcə bir cinayət işi deyil, onlar gücün, pulun və toxunulmazlığın necə işlədiyini göstərir. Jeffrey Epstein işi məhz belə bir hadisə idi. Bu sadəcə zəngin bir adamın cinayətləri deyildi. Bu prezidentlərin, şəhzadələrin, milyarderlərin və dünyanın ən güclü insanlarının adlarının keçdiyi bir qalmaqal idi. Epstein illərlə elit təbəqənin içində yaşadı, onun şəxsi adası var idi, onun şəxsi təyyarəsi var idi, o dünyanın ən güclü insanları ilə eyni masada otururdu. Amma 2019-cu ildə həbs olunduqdan sonra həqiqətlər yavaş-yavaş ortaya çıxmağa başladı. Bu video Jeffrey Epstein işinin arxasında duran faktları, onun necə bu qədər güclü olduğunu və bu işin niyə bu qədər qorxulu olduğunu izah edəcək.